verdilər. Müqaviləni biz aldıq 2025-ci ildə, noyabr ayında biz 2 il sonra müqavilə almışıq. Amma biz indi də bilirik ki, öyrənmişik ki, orada pilot layihədir, orada binalar tikiləcək. Biz indi ona görə tələb edirik ki, xahiş edirik ki, bizim o 500 manatlarımızı versinlər. Biz ona görə yaşamışıq. 130 ailədir. Bütün hamısı 130 ailənin də ki, tərkibində uşaqları ilə bir yerdə hardasa 1000 nəfər var. İndi də bizi təhdid edirlər ki, siz qeydiyyatdan da çıxmalısınız. Biz əgər qeydiyyatdan çıxırıqsa, hara qeydiyyata düşməliyik? Elə pul veriblər ki, o pulları biz burada ev ala bilməmişik. Kənar yerdə gedib, mən şəxsən 2 ailəyəm, qızımla, uşaqlar da bir yerdə. Elə pul veriblər ki, biz ev ala bilməmişik. Gedib bir ev almışam ki, nə onun sənədi var, heç nə. Oradakı qeydiyyata düşürmək mümkün deyil. Qızımdakı kvartant qalır. 80.000 pul almışam 2 ailəyə. 40.000 ona, 40.000 də mənə. Biz ev ala bilməmişik. Zülfəli müəllim deyirsiniz xanım, bu kimdir? Hansı sənətin sahibidir? Hansı şirkətin rəhbəridir? Zülfəli müəllim Baksovetdə söküntü işləri üzrə təftiş komissiyasının sədridir. Nazim də tikintilər üzrədir. İndi onlar bizə söz veriblər. İndi də ki, sözlərindən çəkilirlər. Heç kəs bizə qəbul eləmək istəmir. Biz hər yeri müraciət eləmişik. Ərizələr göndərmişik. Prezidentə, Mehriban xanıma biz ərizələr göndərmişik. Biz xahiş edirik, bizim səsimizi prezidentə çatırasınız. Beynəlxalq təşkilatları biz məcbur olsaq, biz onlara müraciət edəcəyik. Əgər burada bizim şikayətimizi qəbul eləməsələr, baxmasalar, biz ora müraciət edəcəyik. Buldu xanım. Buyurun, özünüzü təqdim edin. İsmail Əmgübər. Bu xanım danışdığı kimi bizi alladıblar. Müqavilələrə qol çəkməmişik, heç nəyirə. 22 nəfərin bu qardaşımla mənə 50.000 pul almışıq. 25.000 mən də ev alıbdır. Ünvan haraydı? İsmail Qurtqaşınlı o. Hansı şirkət aldı? O şirkəti adını Şirkət deyil. Hökumət almalı. Dövlət tərəfindən söküntüdür. Hökumət alınmalıydı. Mən də qardaşımla 2 yerə böldük o 50.000'i. Yəni 25.000 heç nə. İndi kirayelərdir orada burada. Biz də uşaqları toy eləmək istəyirik. Qalmışıq beləsinə arada. Bir müharibə veteranı kimi xahiş edirəm. İlham Əliyevdən, prezidentimizdən, Mehriban xanımdan bizə bir yardım əllərini uzatsınlar ki, biz də bir gün görək heç olmasa. Bu qədər. Sağ olun. Buyurun xanımlar. İsmail Əfəndi Öftəranə, İsmail Qurqaşın, biz çox mübarizələr apardıq. Bizə qanunu demədilər ki, buranı şirkət alır, dedilər buranı dövlət alır. Niyə görə bizi allatdılar, dövlət adı ilə gəldilər, şirkət adı ilə yox. Evlər gedəndə haradasa kağızlar vurulur divara, üzürlü, evlər necə narahat edilmizə görə üzür istəyirik. Ancaq o divarlara kağızlar vurulmadı ki, ay insanlar, bu qiymət alınır, budur, sizi belə narahat edirik, bizi cəmləyib, bizi ilə məsləhət bilən yox, danışan yox. Evimizə gəldilər, hərəsi papqada sökülük. Biz o balaca ev bizə o qədər əziz olub. Biz o qədər sevmişik, biz xoşbaxt olmuşuq evdə. İndi o ev elə kökdədilər ki, nə bacı, nə qardaş, heç kəs heç də ala bilməyib. Yəni, bunu deməyimizdə budur ki, cəmaata 2200'dən pul verilib. 2200'də insaf dinin yarısıdır. Bir gəlib oranın gözəlliyini görsünlər. Oranın panoramasını görsünlər. Niyə görə bizə dövlətin adı ilə gəlirlər? Niyə gəlib demirlər ki, mərd-mərdanı biz şirkəti gəlmiş almağa razısınız. Özləri qiymət qoyur, özləri kvadrat kesir, özləri kvadratı üstələyir. Biz harican gedib çıxacağıq. Biz xahiş edirik gözəl prezidentimizdən, onun gözəl xanımından xahiş edirik. Bu tək biz yox, bütün millət, bütün bu evlər ki, harada sökülür ha. Buna bir dənə əncam çəksinlər, bu özbaşınalığa bir əncam çəksinlər. Bizi narahat insan kimi gəlsinlər, bizdən alsınlar. Biz də insan kimi evimizi sataq, gedək insan kimi ev alaq, insan kimi yaşa. Bizə lazım deyir ki, gəlib bu dəqiqə burada mübahisə edək, kimsə kimi bilir. Biz Azərbaycanlıyıq, bizdə Azərbaycan qanunu var. Niyə görə biz bütün dünya bilmərdi ki, bizdə nə problem var? Öz içimizdə də hər şey. Hər şey öz elə də kobud rəftarla danışırlar. Elə bir qabaqlarında savadsız,
Nə bilim, belə koldan kösə adama o qədər insan mənəviyyətində deyir ki, o Kim qədər danışır deyir ki, xanım? hamısı, nə sənin professor var, qiymət qoyurlar, nə sənin dosent və qiymət qoyurlar, nə oxumuş var, nə savadlı var, nə savadsız var. Bu nə qədər olar? Əziz və hörmətli prezident və onun xanımı sizə müraciət edirik. Biz bilirik ki, bunların öhdəsinə ancaq siz gələrsiniz. Xahiş edirik, bizə kömək edin, bizə dəstək olun. Oldu xanım, buyurun. Kim danışmaq istəyir, buyursun. Buyurun xanım. Mən Məlikə Rana Qəndəli qızı. Mən ailə üzvlərimdən hamısı rəhmətə getmişdi. Birisi atam qalmışdı, bir də mən qalmışdım. Mən kiraya qalırdım, atam çəkilən evdə qalır. Atamı hədə qorxu ilə, şantajla, həbsdən tezə çıxdığı üçün tezən həbsə yollanacağını deyərəkdən atamın əlindən ev aldılar. Atam evi satmaq istəmirdi. Mənə zəng edib dedi ki, qızım mən evi satmaq istəmirəm, amma məni qorxudurlar. Dedim nə ilə? Dedi ki, sənə türməyə qayıtmaqla, həbsə qayıtmaqla. Mən dedim, məcbursənsə baxdım. Amma bizə çox az pul verdilər. Mən elə bir bizim bölgə oldu. Atama 100 min pul verdilər. Yoxsa 90 min, dəqiq bilmirəm. Mənə 30 min pul verdilər. Mən də getdim məcburən qeydiyyatçız ev aldım. Sarı torpaq üzərində. Evim bir dəqiqə sökülür, çatlaq-çatlaqdır, evim uçur. Bu yaşlardan da bax, ötər günə qalıb evim. Yəni çox xahiş edirəm prezidentimizdən, xanımımızdan bizə köməklik eləsinlər. Xanım, eviniz neçə kvadrat metr idi? Bizə, mənim atamın evi Kopçada 54 idi, bizə 49 kvadrat pulu verdilər. Neçədən verdilər qızım? 2200-dən. 2200-dən. 2200-dən pul verdilər. Deməli, atanız həbsdən çıxdığına təhdid elədilər, yerdə Bəli, götür. bəli. Kim elədi onu? Zülfər, mən tanımıram, amma atam dedi ki, Zülfəri mənə təhdid Atanızın dediyinə görə. Hər məhləni bir cür təhdid elədilər, hər məhlədən bir cür istifadə edib bizim evlərimizi əlimizdən aldılar. Siz buyurun. Salam. Mən gəldim Adınızı, soyadınızı Osmanova Həbibə. Gəldim, gördüm ki, evin üstünü örtürlər, uçurdular, dağıdırlar. Dedim ki, niyə belə eləyirsiniz? Dedi ki, ona görə ki, siz çıxmalısınız buradan. Hökumət alır buranı. Dedim, hökumət alırsa bu kağız kağızın görək də biz. Dedi, kağız kağızın zaten heç nə yoxdur. Sonrasına qayıtdı, dedi ki, biz sonradan başa düşdük ki, layihədir. Həmişə getdilər o tərəfi, bu tərəfə çək, hamını qorxuya hədəfə tutdular. Məni hədələdilər ki, sənin oğlu satlarıb, tutub aparacaq, çıxmasın. Şəhriyyət Sovetskida dedi, o qədər mən uşaqları şəhərləmişəm ki, hələ də dedi, türmədədir. Zülfəli dedi. Sonra bizə anlatdı ki, sizə artıqlaması ilə verəcək əyəmlərim. Bunlardan artıq olmuş olsa, sizə də artıqlaması ilə pul verəcək. Sonra getdik ora, dedi ki, yox, mən kvadratımı kəsib, şifrlərimi, öyün üstün, zaten hamısını apardı. Özlə məni hədələdi. Sənin oğlu tutacaq. Dedim, ne üçün? Ünvanı deyə xanım. Əjdər Xan Babayev. Bir. Eyni məhəllədə. Ondan sonra mən də ona görə vadar oldum ki, uşağımı götürüm çıxım da gördüm 2 İndi dəfə. harada yaşayırsan? İndi Masazırda 2200'den kvadratımı da kesti. Pulumu da hamısın, evin materyallarını da apardı, sattı Zülfəli. Niye verdi? Hara verdi bilmedik. Bak o Zülfəli bizim başımıza oynatsın. Allah'ın güllesine gelsin onu. Estağfurullah, elə demə xanım, elə demə. Elə demə. Buyurun xanım. Buyur. Salam aleyküm. Salam. Məmmədov Ənvər Məmmədcanoğlu, Yunus dağlı 19 dolanam. O xanımların dediği kimi Zülfəli, sonra Nazim, bir də ki 64 Məcəkün müdiri Seyfullah bütün milləti, xalqı avladı. Necə lazımdır. Burada dövlətin yeridir. Burada park salınacaq, yol salınacaq. Amma tam əksinə olur. Nətər bunlar bir-birlər birləşiblər, cəmaatı anladıblar. Hələ Seyfullah Jəkün müdiri, Zülfəli, Nazim və onun yanında olanlar da birləşərək xalqı anladı, milləti anladı. 2200'den yox, daha çox pul vermək lazım idi. Təbii ki, onlar rüsunu onlar bilir, biz bilmirik. Yəni sadə insanın o bir savadı istifadə edib, onun nətər haqqına giriblər, necə lazımdır, cəmaatın da pulunu yiyiblər
və cəmaatı püskünə salıblar. Neçə Bunlardan da müddətdir? bilirdim. Bax, neçə müddətdir bu vəziyyətdəsiz? 2 ildir mən bu müddətdəyim. 2 ildir. İndi harda yaşayırsan? 2024-də Binəqədidə yaşayıram. Ev aldın? Almışam, almasam ondan yaxşıdır. Yəni yaxşı pul versəydi, biz şəhərin mərkəzindəydik. Hər şey ayağımızın altındaydı. Bizə də 4000-dən ev versəydi, 4500-dən kvadratını versəydi. Biz də gəlib İmini məhəlləmizdə demirəm. Məhəlləmizdə bir kənarda şəhərin başqa bir mərkəzi ev ala bilərdik. Amma yenə deyirəm, Zülfəli, Nazim, Seyfullah, JEK-ün müdiri hamısı cəmaatın bir savadlığına istifadə eləyib. Təbii ki, savadlılar da var. Savadlar bundan geç vaxt bildilər. Ona görə də cəmaatın bir savadlığına istifadə eləyib. Bu qara cəmaatın üstündə tapdalayıb keçdilər. Bakı'nın hansı rayonun sakinisiniz? Mən indi bilmirəm. Yox, əvvəllərdə yaşadığım Yasamal rayonu. Yasamal rayonu. Oldu, çox sağ ol. Bizdə də qeydiyyatdan da çıxardırlar. Söhbət də ondan gedir. Hara qeydiyyata düşməsən? Mən də Binəqədidə düşə bilmirəm. Yeni aldığın evin sənədi var, qupçası var. Kupçası yoxdur, yerin sənədi var. Ümumi kupça yoxdur. Həyətin sənədi var. Bunlar da bizi buradan qeydiyyatdan çıxardır. Nə əsasla çıxardırlar? Nə əsasla çıxardırlar? Sabah da qapını döyür ki, oğlun əskər getmədi, oğlu əskər apar. Hansı üzlə biz bunu deyək? Hansı səbəblə deyək bunu? Vətən üçün gedirik. Amma qanun üçün bizi kənara çəkirlər. Hansı səbəblə? Hansı səbəblə? Qanunca vətən üçün olmalıdır. Biz bu vətəni dövlətin, nətər deyərlər, vətəndaşıyıq. Mənim qardaşım 1-ci Qarabağ müharibəsində də olub. Mən Sovet hökumətində də hərbi əsgərlikdə olmuşam. Qanun gələndə kasıbın üstündə qanun yazılır. Amma kənarda olanda qanun bizim üçün qanun deyil. Hansı məqamla yazar bunu? Onu ən əsas da məsələ alıram, canlı sağ olasın prezidentimizin, Mehriban xanım, birinci xanımı. Ən əsas da onlara deyirəm ki, dövlət başçımız bu sərəncamı, bu bizim dərdimizə əlac çəkə bilər. Mehriban xanımdır, əlac çəkə bilər. Ən əsas da biz o dövlət başçısına, onun xanımına arxalandırıq, bizə bir əlac eləsin. Bəli, biz gözəl dövlətdə yaşayırıq. Bəli. Gözəl dövlətin başçısı var, yəqin bunlardan xəbəri yoxdur. Qanun hamısı bir olmalıdır. Ayrı, seçkili olmamalıdır. Bəli. İstəyir süpürgəsi, istəyir deputat, istəyir dövlət məmuru. Bəli. Siz buyurun. Qurbanov Süleyman Tofiqoğlu, Qədirli 1-5'də yaşayırdı. 1959-cu ildən mən oradayım, ondan qabaq atam, anam. Elə bir ki, o həyətdə, burada hamı bütün məhəllə cəmatıdır. Mən onu demək istəyirəm ki, əvvəlcə bizim evləri, çox adam demir, 4-5 dəfə ölçdülər. Hər ölçüyə gələnlər də qeyri-qeyri adamlar idi. Hər öz fikrində, öz planı ilə ölçürdü. Axırda elə bir məqam yarandı ki, dedilər bura, biz düz KGB-yə yanında olub, bunu bilin. Hamı deyir, böyük bir panoramadır, KGB, düz Dövlət Təhlükəsizlik Komitəsidir. Aramızda da elə bir ki, o da bizim həyətdir. Araba bu qədər məsafədədir. Dedilər ki, güya burada park salınacaq, bir də Dövlət Təhlükəsizlik Komitəsi üçün qarajlar olacaq. Belə bir söhbət atdılar. Gəldilər, gezdilər bir-bir həyətlərə, çağırdılar, o Seyfullahdır, nədir bilmirəm, o JK, bir cəmaatı Sədullah nədir. Ondan qabaq da bizə bir nəfər adam gəldi, dedi ki, bura bir Zülfəli adam gələcək. O, elə bir ki, nədir, həmşəri Palanda, indi buna Sovetskidə böyük işlər görüb. O, belə də hər şey yola verir, belə eləyir. Amma biz satmışdı ki, o vaxt söküləndə o yazdıqları 1500-dən vermişdilər. Sonra məsələ qalxdı, onların 500-ləri artırdı. O, elə bir ki, bizdən bir 5 il qabaq olan o qiymət başqa qiymətdir. İndi hamısını deyir. Ondan sonra gəldilər bura, dedi 2200-dən. Gəldi kvadratı əvvəlcə ölçmüşdü 50. Mən bilirdim. Sonra kvadrat gəldi, gedib içəri oturanda, indi mən deyəcəm, belə o oturub, bu yanda da biri oturub. Bilmirəm, Füzulidəndir, Füzuli rayonundandır bu adam. Bu adam göbürü. Mən də qayıtdım, cavan uşaqdır. Qeyddə 32 vardı. Sən nə danışsın, nə 32 vardı. Adama təsir edir axı. Mənim yaşım, mən buradaysan, indi pis çıxmaz, mən ayrı-seçkiliyi salmıram. Biz təmiz Bakılıyıq. Biz Bakıda doğulmuşuq, bizim ata-babamız Bakıda doğulub. Mən də əskərlik çəkmişəm. Mənim də qardaşım, zadım qovum məğrəbəm döyüşlərdir. Mən onu da qoyuram qırağa. Və bizim
Mənim də 2 övladım əskərdə olub, gəlib. İndi danı 2 oğlum, güclə, bəlanla birinə, onu verdiyi pula, birinə ev almışam. Biri qalıb qıraqda. Onu da aparıb qoymuşum o Məhəmmədli yolunda kvartirant götürmüşəm. Mən ay həm pensiyamı alım, aparım o kvartirantı. Neyiniz ailəsi saxlamalı da bu. Bəy, xanımlardan biridir ki, sizin yaşadığınızda, bütün bu əksəriyyətin yaşadığı ünvanda evin kvadratı 1000 manat, 1500 manata verirlər. Bəs sizə nə məhz 220 manatdan, 2200 manatdan veriblər? 2200 də, 1500 də vermiyoruz. Yox. 1500 manata yeni tikilən binalar sizin evinizin yerində. Yox. O məsələ qayıtmır. O sonra. İndi onu biz bilmirik. Biz müraciətlər eləmişik. Parlamentdə də müraciət eləmişik deputatlara, Nazirlər Kabinetdə də yazmışıq ərizələrimiz. Prezident aparatına da gedirik görüşlərə, 3-3 gedirik, qəbul edirlər. Amma qarşılanma bilirsiniz, orada indi tanımırıq, onlar qarşılayır bizi. O başqa mı? Yox, 1500 söhbət getmir. İndi də belə bir söhbət çıxıb ki, indi aldığımız evlər də siz bizdən yaxşı bilirsiniz. Hamı da yaxşı bilir ki, qıraq bucaqda alınan evlər hamısı sənədsiz evlərdir. Elə bir bələdiyyənin əlindədir. Düz indi burada gəlir çıxar. Qazı çəkib, işığı çəkib, suyu çəkib, onun pulunu bizdən alır. Amma qeydiyyata salmırsan. Bir də kupçunu da, kupçanı niyə vermirsən? Bu boyda vəziyyət. Açıq da burada gidib... Sənədsiz evi hər an gəlib əlinizdən ala bilərlər də. Bəli, 99 illik müqavilə bağlamışıq. Yaxşı, sən yox da, bax, indi verir də. 99 illik müqavilə bağ Bağlı bu evi alırıq da, bəli. Orada ev tikmək mümkündürmü? İçəri, yox, istəyirsən bir dənə daş qoy, uca sənin başı bilmirsən, indi kasıb gəlib başı üstünə alacaqlar. Mən bir dənə piləkən düzəldirdim, bir dönüm biri gəlib. Sən neyinirsə bu kubi, adım ola piləkən düzəldirəm də. Piləkən qoymayayım həyətimə. Ondan əlavə. İndi də çıxdı məsələ çıxıb ortaya ki, bizi qeydiyyatdan çıxardılar. Mən başa çıxmam, niyə? Özə gəlib, bu nədir, Upravdomun muavini deyib sözü ki, qaxşı, qeydiyyatdan çıxdıq, salam əleykum. Polis qeydiyyata dahi götürmür. Bir də Bakıda ola, mən Bakılı ola. Mən burada yaşayayım, mən bu əziyyəti çəksin övladım, ya bu cama əziyyət çəksin. Mən xeyr ola çıxmalıyım qeydiyyatdan. Kimsə gəlib qeydiyyata düşür bura. Nətər olur bu? Yox, bunu bir adam deməlidir də. İndi həmin o Zülfəlidir, budur, bunlar deyib qeydiyyat. Sonra nətər olur? Deməli, ora pilot layihəymiş. O pilot layihənin yiyələri gəlib deyib ki, bura təmizlənsin, ki, sabah biz buranı tikəcəyik. Tikəndə gələn sakinlər narahat olmasın, onlar rahat otursun. Sonra biz gəlib orada qara qışqırıq salmıyor. İkincisi də ki, onu da qoyaq, biz sonra öyrənmişik ki, 2 ildən sonra bilmişik. Haqqası o moment ki, bizdən o evləri alanda, həmin o bizdə kvadratların qiyməti olub 2630 manat. Həmən var. Bəli, dövlət rüsumunun qiymət 2630 manat qoyulub. Yaxşı 30 manat da haram xoşun. 2600-dən veribin də cəhənnəmə bizə. Sən 2200-dən düşün. Adam vardı 30.000 veriblər. Dedilər balaca kvadratda 50.000 veririk. Gəldi, girdi içəri, salam verildi. Nə var, demiş 50 azdır. Biz çıxıb gedirək, 30.000 verib. 30.000-ə necə gedir? 40.000 pul verib baba adama. Biz şəxsən Zülfəli müəllimin özünü görmüsünüz. Bəli, görüşünə də gelmişdik. Adam yerisi, onun ofisi bu dəqiqə zatdadır. Təzəpirin yanında. Təzəpirin yanındadır. Görünür ki, biz icra hakimi də görüşündə olmuşuq, orada da olmuşuq. Nazirlər Kabinetində olmuşuq. Hamı bizə deyir ki, indi danlı moment bizə deyirlər ki, biraz sakit olub. Biz ki, qaynadık ki, əgər tədbir görməyəcəksiniz, biz də müraciət edirik indi Ali Baş Komandana, onun xanımına, xahiş edirik ki, bizim bu məsələmizi baxsınlar. Axı bunlar pis çıxmasın, qurtdular. Bunlar içərdən yiyirlər bu dövləti. Dağıdırlar dövləti. Siz fikirləşmirsiniz. Bunun axırı nə olacaq? Niyə üz göz eləməli? Niyə bizi sizə qarşı? Özü hər şeydə fırladırlar, göndərirlər ki, hamı da kimdən narahat olur? Ona görə də xaricdən zatdan bəzi o qaçıb gelir gizlənirlər ki, bu prezident günahkardır, prezident günahkardır. Bəs siz baxın da bu məsələ. Çağırın o Zülfəlini, deyin ona bala, sən kimsən? Bu nə hərəkətdir? Pul ayrılıb. Pul ayrılıb bura bu qədər. Özü prezident deyib ki, bütün sökülən evlərdə vətəndaşları razısa, bir adam narazı olmasın. Bəli. Dövlətin... İcra hakimiyyətinin qərarı var. Bəli. Son sakin razılaşmayana qədər söküntü olmaz. Siz dağıdıb tökürsünüz. Momentum sökürsən, çıxıb gedirsən. İndi deyəcəyəm elə belə. 2630 manatdır. 30 manatı yiyərdin, haram xoşun olsun. Halal xoşun olsun, mən o deyirəm. 2600-ü verirdin də bizə də. Onda da gözünüz var. İndi sonra dedirsən ki, 500-lər gələcək, o Sovetskidəki olan var ya. Orada tək o deyil. O problemdə 3-4 nəfər də var, qadın da var, o da var.
aləmi qatanlar var orada. Cəmaata almadan var. Get işıq pulunu ödə, get nə bilim zibil pulunu ödə. Hamısını pulunu bizdən aldılar. Hamısını bizdən pullarını aldılar. Nə almışıq ki, sizə də o qədər pul verir. Elə mən oradan köçənə qədər başlayıb, Allah borcunu, 1500-əcə məndən pul qopartdılar. Amma mən nə almışam ki, sən onu verim. Torpağa nə bilim nəyə ora var. Şimdi xahiş edirik, budur prezidentimizdən, Ali Baş Komandandan. İndi də qeydiyyatdan çıxdım. Mən tutaq qeydiyyatdan çıxdım. Hara qeydiyyata düşüm? Evlərimizin çoxu müqavilədir. Heç kəs də bizi qeydiyyata salmır. Heç kəs də bizi qeydiyyata salmır. Çünki müqaviləli evə praktika yoxdur. Ona görə də biz də qalmışıq belə. Biz də yardım istəyirik, biz də kömək istəyirik prezidentimizdən, xanımından. Bizə dəqiqədə zəng eləyirdilər ki, gəlin evlərinizi verin, gəlin evlərinizi verin. Biz də insan kimi getdik evlərimizi verdik. Nəticəsi də budur. Çox xahiş edirəm, biraz sakitlik qoruyaq, canlı yayın gedir. Siz danışmaq istəyirsiniz, buyurun. Kulak asmağa gelmişsin, ya kulak istemişsin. Buyurun, buyurun. Özünüzü təqdim edin, ünvanı da deyin. Biraz yüksəkdən daha Qədirli mikrofon. yerində ünvanda yaşayan adamlar. 2023-cü ildə alıblar oranı. 2002-ci məbləğ var. 2000 məbləğini alıblar. Sonra bilirlər ki, dövlətin adından çox istifadə ediblər. İndi bilinmir oranı şirkət alır, Kristal Abşeron alır, Kristal Bakı alır, bilinmir. Sonra müqaviləni də neçə müddətdən sonra, çox uzun müddətdən sonra müqaviləni alanda orada yazdırırlar ki, bu vətəndaş məsəl üçün öz mülkündən asılı olmayaraq kompensasiyasından etiraz edir. Yəni kompensasiya istəmirəm. Yəni aldığım şey müqaviləni verməyiblər. Nə ki mənim ki, bütün bu vətəndaşlardır. Bunlar məsəl üçün bu insanlar Azərbaycanın vətəndaşlarıdır. Xalqın bir nümayəndələrdir. Hamısı aşağı kasıb təbəqələrdir mən qarşı. Biz də xahiş edirik ki, dövlət başçısından, cənab prezidentdən, böyük hörmətimiz var, Mehriban xanımdan. Yəni biz qanun layihəsində, çərçivəsində biz haqqımızı tələb edirik. Nəinki mən. Mənim kimisi bu qədər çoxdur. Kvadratda da anladılar, pulda da mənimsəyiblər. Bilinmir, bir dəfədə o Zülfəli icraçı simbolik dövlət məmurudur. Cənab prezident dəfələrlə çıxışından mən həmişə izləyirəm, böyük hörmətim də var. Nəinki bu Azərbaycan xalqının böyük hörməti var ona. Ki, xalqa xidmət eləməyə lazımdır, vətəndaşlara xidmət eləməyə lazımdır. Daha üzr istəyirəm ifadəmə görə uzunqulaq hesabına qoymaq lazımdır. Bütün bu sakinlərin hamısına ehtiyacı var. Nəinki bizdə, başqa məsəl sahələrdə də var. Konstitusiyada 44-cü maddəsində əsasən var ki, Azərbaycan vətəndaşı azaddır, düzdür, o deməkdə öyle, insan nə istəsə, vətəndaş nə istəsə, qanun çərçivəsində var. O qədər cənab prezidenti ki, qanun çərçivəsində vətəndaşları yola salmalıdır. Vətəndaşın razı salmalıdır. Bu olmalıdır. Xahiş edirəm cənab prezidentindən, Mehriban xanımdan. Hara gedirim, indi məclisdə qəbul edilir və sağ olsunlar, nazirliyə sağ. Hamısının məktublarının cavabını Zülfəli məndim verir. Belə olmaz. Bunların haqqını verilməlidir. Nə qədər məsəl 2000 kvadratları var. Çox güman ki, burada 100% hamısının məsəl kvadratından puldan kesiblər. Əvvəl belə danışırlar. Əgər dövlət icra hakimiyyətinə gelmişdi, mən şəxsən. Orada mən sual verdim ki, bəs buranı deyir ki, ay qardaş, orayla bağlı şikayət çoxdur. Biz almırıq icra hakimiyyətindən. Kim alıb gedir oyla? İndi də sənəd var, şəkildə oğlanan vətəndaşın şəklini qoyublar. O heç bilmir o kimdir. Yönəldiblər ona. Xahiş edirəm ki, səs versinlər artıq dərəcədən. Kim danışmaq Hamısından razı olsun. Buyurun, buyurun, hamınız deyin. Buyurun xanım desin. Mən Qasımova Aygün, İmanqulu qızı, Yasamal rayonu Qədirli 3 küçəsində yaşamışam. O yaşadığım ev mənim babam mülkümdür. Mənim orada babam yaşayır, mənim orada anam doğulub. Mən orada 3-cü nəsiləm. Yəni bizim ev şəhərin göbəyidir. Hər yeri oradan ayaqla biz düşürdük ki, Targovaya, Bulvara. Yəni mənim pulum, yəni cibimdə qalırdı da. Amma indi mən köçmüşəm Xırdalana. Aldığım pula ev ala bilməmişəm. Yəni şəhərin mərkəzində yaşayan adam. Yəni o vaxt dedilər ki, Zülfəli müəllim, az kvadratı olan evlərə 6 kvadratdan 25 kvadrata qədər olan evlərə 50.000 verəcəyik də. Yəni getsinlər ev ala bilsinlər. Amma o 50.000-i bizə vermədilər. O pulları kəsdilər. Və mən də aldığım pula mən onkoloji xəstəyəm. Mən o pulu ancaq bilirsiniz ki, bu xəstəlik nədir? Özüm 1-ci qrup əliləm, özü də 4-cü mərhələdir mənim xəstəliyimin, yəni mərhələsi. Mən ancaq müalicələrdəyəm və o pulu da müalicəmə xərclədim. Yəni nəvələrimiz var, onlar hara həkimləri hara aparacaq? Həkimə də gedəndə, yəni
vəsiqə istəyirlər də, pasport Bəli, istəyirlər. qeydiyyat, harda Yəni biz qeydiyyatdasan, onu yəni bizi istəyəcəklər. qeydiyyatdan çıxarsalar da bu dövlətimiz, hörmətli prezidentimiz, hörmətli Mehriban xanım sizdir. İndi də bilirsiniz ki, o sənədsiz evlərə qeydiyyat yoxdur. Yanaşımız budur ki, cənab Mehriban xanımdan xahişimiz budur ki, 500 manat heç olmasa bu bizim kompensasiyalarımızı, yardımlarımızı ödəsinlər və bizə bu qeydiyyat məsələsində köməklik eləsinlər. Yəni insanlar heç olmasa elə bir yerə, yəni qeydiyyata salmağa köməklik eləsinlər. Yəni cənab prezidentimiz. Bu aşağıda oturan məmurlar da çox özbaşınalıq eləyirlər və xalqı prezidentin, dövlətin üstünə qaldırırlar. İki tərəfli rol oynayırlar. Bizim prezidentimiz gözəl prezidentdir. Cənab prezidentimizə hörmətimiz var. Biz onu çox istəyirik. Şəxsən mənim Mehriban xanıma, İlham Əliyeva çox böyük hörmətim var və onları mən çox istəyirəm bir rəhbər kimi, necə deyirlər, dövlət başçısı kimi. Xahiş edirik ki, yəni bu qonşular adından, sakinlər adından bizə yardım eləsinlər, bizə köməklik göstərsinlər. Təşəkkür edirəm. Xanım buyurun. Siz buyurun. Məmmədzadə İlhamə, Yunus Dağlıdır. Zor 21 küçəsində yaşamışam. 14 kvadrat metrlik ev olub. 6 nəfər qeydiyyatda olmuşuq. 30 min pul almışam. Bugünkü gündə heç nə eləyə bilməmişəm. Oğluma ancaq ev elədim. Kirayədə qalıram. 30 minə harda ev aldın xanım? Oğluma aldım, Əhmədidə aldım ipoteka ilə. Hə, İpoteka ilə ipoteka. oğluma aldım. Özüm bugünkü gündə baldızım, 5 nəfər ailə üzvümüz kirayədə qalırıq. Hara qeydiyyat düşəcək? Heç olmasa bizə bu kompensasiyaları versinlər ki, biz nəsə eləyə bilək. Bugünkü gün prezidentimizə müraciət edirik. Mehriban xanım, Ali Baş Komandana müraciətimiz odur. Biz necə ki Qarabağda qaçqınları öz evinə köçürtdülər, yer-bir elədilər. Bugünkü gündə biz Bakı əhalisi işğal olunmuş Zülfəlinin əlinin altında, diktaturası altında işğal olunmuşuq. Həqiqətən də evsiz, eşiksiz, elə bir ki, yurdsuz qalmışıq. Rayondakiləri hamısını, Füzulini, Ağdamı, Şuşanı aldılar, azadlıqdan çıxartdılar. Onları köçürdülər evinə. Bizə də heç olmasa Bakı şəhərində bir imkan versinlər ki, biz də özümüzə bir ev quraq. İkinci qrup əliləm, onkoloji xəstəyəm. Mənim də elənçiyinə bugünkü gündən sabahımızda ümidimiz yoxdur ki, biz neyəcəyik? Ev ala biləcəyik. Heç olmasa o kompensasiyalarımızı versinlər. O çıkıltı da buradan kesin xahiş edin. Buyurun. İsmailova Məhbubə, Yunus Dağlıdır. Buyurun. Mən də yəni bizi də belə propiskadan çıxartıb qalmışıq. Elə bilin ki, evlərimizi aldılar. Mən də qaynımla elə 40 kvadratı ikimiz aramızda bölmüşük. Onun da pulu nədir? Gedib düşmüşəm Yasamala. Yasamal deyirəm Biləcəriyə. Biləcəridə də yağış yağır, evləri su basır altını. Nə gündə yox, havada yox da. Yəni bizim xahiş edirik. Sizin də evlər su bastı? Su bastı. Bilirsiniz, hələ indiyəcən inanın iyi gəlir evlərin altından. Pis gündə qurun sulardır. Yəni demək istəyirəm ki, bizi çıxadıb atırlar propiskadan tutaq ki. Biz əskər balalarımız var, pensiyaçılar var, məktəbə gedənlər var. Bəs bunlar harda qalacaqlar? Necə olacaq? Bunları fikirləşən var. Mən də xahiş eləyirəm İlham Əliyevdən, analar anası Mehriban xanımdan bizim bu 500 manatlıq bizə kömək eləsin. Görək biz bir üst qoyaq. Gələk bir yaxınlıqda bir balalarımıza, yəni havadayıq da ev eləyək. Heç olmasa bir sot torpaq alıb orada nəsə tikdirə bilərsiniz. Həmən pula. Əlbəttə. Ümidimizi üzmürük yəni. Ümidimiz sizədir. Buyur xanım. Salamünaleyküm. Salam. Məhərrəmova Zümrüd Yaqub qızı. Mən də Dağlı məhəlləsində anadan olmuşam. 76 yaşım var. Bu yaşımda mən qalmışam küçələrdə evsiz, eşiksiz. Evimizin içində gəldilər, bizi aldatdılar. Evimizi aldılar əlimizdən, özümüzü saldılar küçələrə. Belənki nə olar? 56 min pul veriblər mənə. Mən 56 minə 5-5 ailəyəm. Mən harda ev ala bilərəm? Bax, canlı yayın gedir. Nəvəm Kanalımız müharibə var iştirakçısıdır. 44 günlük müharibə Allah iştirakçısıdır. saxlasın, Allah qoyur. Kimə müraciət edirsiniz buradan? Kimə müraciət? Hər yerə müraciət eləmişik. Baxan yoxdur işimizə. Ancaq ümidimiz qalıb bir dənə prezidentimizə. Mehriban xanıma, bir də ki, nə deyir? Prezident İlham Əliyeva. Ümidimiz ancaq onlaradır. İkisindən çərəncam eləyirlər, bizim üçün eləsinlər. Biz qalmışıq evsiz, eşiksiz.
Bakı adamıyıq, Karino Bakılıyıq, qalmışıq küçələrdə. Evimiz yox, eşiyimiz yox. Onkoloji xəstəyəm, ikinci qrupda 50-ləm. Mən Allah harada şəfanızı gedim versin. buranı? Allah şəfanızı İndi versin. qeydiyyatdan dillər çıxardırlar sizə. Nəyə görə? Çox sağ olun. Siz sağ olun, dəyərli izləyicilər, baxın. Biz 80 nəfərə yaxın burada sakin var idi. Yarısı Səbaili rayon sakini, yarısı Yasamal rayon sakini. Əksəriyyəti Zülfəli müəllim, əksəriyyəti sizin adınızı çəkir. Sizdən çox xahiş edirəm, qarşı tərəf kimi dinləməyə də hazırıq, bax bu sakinlərlə. Bunların məsələsini həll edin. Çünki əksəriyyəti yaşlıdırlar, xəstədirlər. Artıq dərəcədə xahiş edirik sizdən. Cənab Prezidentimizdən kömək istəyirlər. Cənab Prezident, bunların, sakinlərin səsini dinləyin, səs verin səslərinə. Belə dəyərli izləyicilər, izlədiyiniz üçün təşəkkür edirəm. Yəqin ki, səsinizə səs verən olar, haqq yerini tapar. Bizim işimizə baxsın şahsən. Kömək eləsin. Prezident deyib mənə siqnal verir. Oldu. İzlədiyiniz üçün təşəkkür edirəm. Paylaşın ki, bu sakinlərin də haqq səsinə səs verilsin. Təşəkkür edirəm. Çox sağ olun. Allah razı olsun.